Tebrizli kızın et reklamı dikkat çekici. Reklam doğal olunca gerçeği yansıtıyor. Tebriz'de kasap bir kızın güzel et sunumu dikkat çekiyor. Bu sunum hem görsel estetik hem de etin kalitesi açısından öne çıkıyor. Tebriz, İran'ın kuzeybatısında yer alan Doğu Azerbaycan eyaletinin yönetim merkezi olan büyük bir şehirdir. Batıda Urumiye ve güneyde Zencan şehirleri ile komşudur. Təbrizliyin eşqi bu cür kərə ətdir. Bu cür las kərə ətin kilonu verirəm fəqət 550-yə. Təbrizin hər yerində də olsam biləvə yollayıram. Özü də möhrü üstündə erkək ət. Rəhmətlik Tom & Jerry 30 il bunun üstündə boğuşdular. Heç Montreal'ın özündə də bu tənəvvü steak yoxdur. Burada bizim 50 modeldən çox kebabla steakimiz vardı. Bu məclis ətdən də can verər şöhrətbazların qonaqlığına. Mənim ət maşınımın həmişə boğazı boş olar. Öz gözümün qabağında əti kəsirəm, büzü salıram dəstgaha. Sərx eləyirəm, verirəm biləvə. Özünü zəhmətə salma. Biz kubidən mayasını amadə edirik, veririk biləcə, bir də çəkir, şişə hal edirik. Bizdə fəqət ət kebab deyir, hər nə təmdə, hər nə dotda toyuq kebabı istəsən bizdə var. Bunlar da ət bəstələrimizdə ha. Burada envai şensel ve soxarımız da vardı. Adresimiz de Təbriz, Hotel Marmar, Ustad Moin Xiyabanı.